İnsan namazının sayəsində insan cənnətə düşür. Namazın, orucun sayəsində insan cənnətə düşür. Qardaşlar, namaz, oruc insanı cəhənnəm odundan qoruyur. Namaz da, oruc da bunlar səni cəhənnəm odundan qoruyur. Allaha xatir namaz qılsın, artıq cəhənnəm odu sənə yaxın olmaz. Allah deyir ki, mənə ibadət edin, mənə namaz qılın. İnsan namaz qılmalıdır, insan namazında, orucunda olmalıdır. İnsan pis əməllərdən uzaq olmalıdır. Pis əməllər insana yaraşmayan hərəkətlərdir. İnsana ziyan vuran hərəkətlərdir pis əməllər ki, Allah onları insana qadağa edir, qadağa qoyur. Ona görə də insan gəlir namazını tərk eləməyən, namazın vaxtında qılmalıdır. Bu Allahın əmridir ki, Allahın ki, namaz qılınmalıdır. Namazı tərk etmək, namaza səhlənkar yanaşmaq olmaz.